İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkə ordusuna İsraildən qisas almağı əmr edib. Bu barədə müxtəlif Telegram kanallarında məlumat yayılıb. Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri bir neçə saat əvvəl İran ərazisinə hava zərbələri endirib. Cavab olaraq İran tərəfi İsrailə qarşı geniş miqyaslı hücuma keçib. İsrail ordusunun briqada generalı Effi Defrinin verdiyi açıqlamaya görə, İran 100-dən çox pilotsuz uçuş aparatı ilə İsrailə hücum təşkil edib. İsrail tərəfi hücuma cavab olaraq PUA-ların vurulması üçün aktiv tədbirlər gördüyünü bildirib. Qeyd olunub ki, PUA-ların İsrail ərazisinə təxminən 2 saat ərzində çatacağı gözlənilir. İsrailin Kan telekanalı yaxın 2 saat ərzində İranın İsrailə qarşı misli görünməmiş cavab zərbəsi endirəcəyini açıqlayıb. Hazırda yaxın şərq üzərində Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və İsrailə məxsus qırıcılar uçuşlar həyata keçirir. Qırıcı təyyarələr İranın göndərdiyi PUA-ları zərərsizləşdirmək üçün fəaliyyət göstərir. PUA-ların sayının az olması hava hücumundan müdafiə sistemlərinin işini asanlaşdırır. Lakin hərbi mənbələr bildirir ki, PUA-lar İsrail ərazisinə çatdıqdan sonra İran tərəfindən raket buraxılışlarının daha intensiv şəkildə həyata keçirilməsi gözlənilir. Məlumata görə vəziyyətin gərginləşməsindən sonra regionda hərbi hazırlıq gücləndirilib. Telegram kanallarında yayılan xəbərlərə əsasən İran hücumlarının qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirlər görülüb. İsrail hərbi təyyarələri havaya qalxıb, Amerika Birləşmiş Ştatları hərbi təyyarələri İraqdan havalanıb, Böyük Britaniya hərbi təyyarələri Kiprdən havaya qalxıb. Regionda vəziyyət kritik olaraq qalır. Təhlükəsizlik qüvvələri mümkün yeni hücumlara qarşı tam hazırlıqlı olduqlarını bildirirlər.